Salamlar. Gəlin bugün Elil Akademinin keçirdiyi 9-cu sinif 4-cü buraxılış imtahanından, sınav imtahanından ingilis dili sualların izahına baxaq. Deməli, başlayırıq 5-ci sualdan, yəni short textlə. Visit Cycle Zone this week for our big spring sale. Deyir ki, böyük yaz endirimi üçün bu həftə bizə baş çəkin. Get 20% off all new mountain bikes and a free safety hat with any purchase over $150. Yəni $150 üstündə istənilən bir alış-veriş üçün deməli təhlükəsizlik papağı və dağ velosipedləri ilə birgə 20% endirim əldə edin. We are open daily from 9 AM to 7 PM. Səhər 9-dan axşam 7-yə kimi biz tamamilə gündəlik açığıq. This offer ends Sunday. Yəni bu təklif bazar günü bitir. Deməli bizə bir təklif mətni verilibdir. Gəlin baxaq. Discount elə endirim deməkdir. Burada off deyəndə endirimə bərabərdir. Yəni discount. If you buy a road bike, you will receive a 20% discount. Xeyr. Əgər sən velosiped alsan, yol velosipedi, sən 20% endirim əldə edəcəksən. Xeyr, $150 üstündə bir məbləğdə alış-veriş etsən əldə edəcəksən. Buna görə A variantı səhvdir. B-də deyir ki, not be available on Saturday. Yəni şənbə günü əlçatan olmayacaq endirim. Sale endirimdir, discount da sinonimlərdir. Xeyr. Çünki təklif bazar günü bitir. Yəni şənbə günü də bazar gündən əvvəldir deyə endirim şənbə günü olur. Deyir, bazar günü açıq olmayacaq. Burada deyir ki, biz gündəlik, yəni hər gün mağaza açıqdır. Daha sonra deyir ki, deməli mağazada $100 xərcləməklə sən təhlükəsizlik papağı əldə edəcəksən pulsuz. Xeyr, 150. Deyir, new mountain bikes are being sold at a reduced price this week. Bəli, sadəcə bu həftədir. Çünki this week deyir, bu həftə gəl bax. Velosiped o satılan əşyalar olan yerə. Orada sən velosipedin özünü, təhlükəsizlik papağını reduced, azaldılmış, yəni endirimli qiymətlə əldə edə biləcəksən. İndi gəlin baxaq 6-ya. Learn the art of Italian cooking. Deyir, İtalyan mətbəxini necə sənətini öyrən. A beginner is pasta course starts next month. Bizim deyir ki, elə bir başlanğıc pasta kursu, pasta deyəndə burada elə bir ki, makaron nəzərdə tutulur. Həmin o kurs növbəti ay başlayır, yəni gələn ay. It will last for 4 weeks. 4 həftə davam edəcək. Yəni gələn ay başlayır, 4 həftə davam edir. With 1-2 hour lesson every Tuesday at 9 AM. Hər deməli çərşənbə axşamı səhər 9-da 2 saatlıq dərslər olur. Sign up before the end of this month and receive a bonus class on making tiramisu. Tiramisu düzəltməkdə deyir ki, əvvəlcədən qeydiyyatdan keç və bonus, yəni sinif qazan. Gəlin baxaq A-ya. Deyir ki, need to take the tiramisu lesson to sign up for the pasta course. Yəni sən deyir ki, bu kursa qoşulmaq üçün sign up yazılmaq, qoşulmaqdır. Tiramisu dərs almağa ehtiyacın var. Xeyr, bu aydan əvvəl qoşulsan, yəni gələn ay başlayır. Sən də bu ayın sonundan əvvəl qoşulsan, əlavə olaraq tiramisu üçün, tiramisu öyrədiləcək, yəni o kursu da qazanacaqsan. Buna görə A variantı yanlışdır. B-də deyir ki, 60 dəqiqədən azdır, amma bizə nə deyir? 2 saat. 2 saat deməli, yəni bir dənə 2 saatlıq dərsdir. 2 saat burada artıq olur 120 dəqiqə. Çünki 1 saat 60 dəqiqədir. B variantı yanlışdır. Deməli, deyir registration qeydiyyatdır. Deyir, kurs üçün olan qeydiyyat deməli, gələn ay kimi bağlıdır. Xeyr, əksinə deyir, indidən müraciət elə ki, əlavə bir tiramisu kursu da qazan. Daha sonra deyir ki, on 4 separate morning. Separate ayrı deməkdir. 4 ayrı səhər olacaq. Bəli, 4 həftə və 4 ayrı səhər. Yəni hər həftənin sadəcə bir gün səhər 9-da. Düzgün cavab deyir. Variantı biraz çətin tipli short textlərdir doğrudan da. E-də isə deyir ki, artıq deməli əlavə sinif qazanmaq, əldə etmək şansı, imkanı keçib. Xeyr, keçməyib. Bu ayın sonundan əvvəl qoşulsan, əlavə olaraq tiramisu deməli öyrənmək üçün olan bonus bir dərsdə qazanacaqsan. Düzgün cavab oldu D variantı.
7 deyir ki, because of important work on the roof, the modern art collection will be closed to visitors for the whole month of August. Because of ucbatından deməkdir. Deyir, vacib işə görə müasir incəsənət kolleksiyası, deməli, müasir incəsənət kolleksiyası ziyarətçilər üçün, baxın, bütöv ay, avqustda bütöv ay bağlı olacaq. Diqqət. Other sections of the museum, including the historical artifacts and the sculpture gardens, will remain open during their regular hours. We apologize for any trouble this may cause. Deyir ki, biz səbəb ola biləcək, yəni ehtimal olan istənilən bir çətinliyə görə üzr istəyirik. Apologize üzr istəməkdir. Və deyir ki, muzeyin digər şöbələri, tarixi şöbədir, sonra heykəltaraşlıqdır. Bunlar həmənki regular qaydalıdır. Yəni həmənki saatlarda, həmişə açıq olan saatlarda açıq olacaq. Deməli, bir dənə xara bağlanır. Müasir incəsənət kolleksiyası. Bəli. İndi gəlin baxaq. Completely'dir, tamamilə, xeyr. Tarixi olan hissə ilə heykəltaraşlıq açıq olacaq. Deməli, deyir, will open at different times. Amma nə deyir? Regular hours. Yanlışdır. C-də deyir ki, you cannot visit the historical artifacts section during the roof work. Deyir, bura baş çəkə bilməzsən. Halbuki bura açıq qalacaq, deyir. Bizə bir dənə bağlı olan budur. Deməli, baş çəkə bilərsən. It isn't possible to visit the modern art collection in August. Bəli, çünki bütöv avqust ayı boyunca müasir incəsənət kolleksiyası toplanmış otaq, şöbə, hissə muzeydə olan o ruf damdır. Damdakı deyir, vacib iş ucbatından bağlı olacaq. Yəni, ona baş çəkmək avqust ayında mümkünsüzdür. Bu da deyir, have been changed. Bax, dəyişmir, amma bizdə nə deyir? Regular hours. Yəni, dəyişməyib, həmişəki, sabit. Gəlin baxaq indi əsas mətnimizə. Every autumn, monarch butterflies start a long and difficult trip. They fly thousands, axıda ümumi tərcümə edəcəm, thousands of kilometers from Canada and the USA to Mexico. They don't travel to find something to eat. Instead, they fly south to escape the ever cold winter weather. Monarchs can't live in low temperatures, therefore they need to stay in warm southern forests. They remain in their warm winter home until spring comes. Then they begin their long flight back north. Deyir ki, hər deməli payız monarx kəpənəkləri uzun və çətin bir səyahətə başlayır. Onlar Kanadadan və Amerika Birləşmiş Ştatlarından Meksikaya minlərlə kilometr uçur. Onlar yemək üçün nəsə bir şey tapmağa görə səyahət etmir. Əvəzinə onlar çox soyuq qış havasından yaxa qurtarmaq, qaçmaq üçün cənuba uçur. Bəli, deməli escape qaçıb canını qurtarmaqdır, qaçıb qurtulmaq. Bəli. Deməli bizim səbəbimiz nədir? Bir dənə bunu seçim. Çox soyuq qış havasından yaxa qurtarmaq. Və onlar aşağı temperaturda yaşaya bilmir. Buna görə də onların isti cənub meşələrində qalmağa ehtiyacı var. Onlar yaz gələnə kimi isti qış evində qalır. Sonra onlar şimala doğru yəni geriyə öz belə deyək, uçuşlarına, səyahətlərinə, dəqiqə yazmadı, başlayır. The butterflies that fly south are not the same ones that turn north. Deyir, cənuba uçan kəpənəklərlə şimala qayıdanlar eyniləri deyil. Maraqlıdır. Monarch butterflies live only a short time. Çox qısa, sadəcə çox qısa vaxt yaşayır. So for different generations are needed to complete the whole journey. Belə ki, 4 müxtəlif nəslin bütöv səyahəti tamamlamağa ehtiyacı var. Scientists are surprised that new butterflies can find their way, even though they have never made the trip before. Deməli, isti havalarda cənuba uçanlarla təzədən şimala qayıdanlar eyni deyil. Deyir, onlar çox qısa müddətdə yaşayır. Alimlər də təəccüblənir ki, daha əvvəl hətta heç səyahət etməyən kəpənəklər, yeni kəpənəklər yollarını tapa bilir. Keçmişdə deyir ki, monarxların sayı daha az idi, çünki insanlar ağacları kəsirdi. Xoşbəxtlikdən Meksika hökuməti indi bu meşələri müdafiə edir. Turistlər əraziyə baş çəkir və kəpənəklərlə əhatə olunmuş ağacları görür. Bununla belə onlar must be quiet, sakit olmalıdırlar. Belə ki, onlar, yəni insanlar
Kəpənəkləri qorxutmasın deyə sakit olmalıdır. Gəlin baxaq, deməli bizdən nə istəyir? False, yəni səhvi tapmaq. Monarch butterflies fly south to get away from cold temperatures. A variantı tamamilə doğrudur. Monarx kəpənəkləri soyuq havalardan get away, escape, avoid, qaçınmaq, qaçıb getmək, canını qurtarmaq, uzaq olmaq üçün hara qaçır? Cənuba qaçır, uçur yəni. Meksika hökuməti hal-hazırda cari olaraq onların yaşadığı meşədə müdafiə edir. Əlbəttə ki, tamamilə doğrudur. C variantı deyir ki, bir çox digər quşlar kimi, layiq bu da kimi mənasındadır. Monarx kəpənəkləri səyahət edir, çünki onlar qida tapmağa çalışır. Amma burada nə dedi? Don't travel to find something to eat. Nəsə yeməyə tapmaq üçün səyahət etmir. Deməli, doğru cavabımız olacaq elə C variantı. Gəlin baxaq 9-a. Mətn əsasən nə haqqındaydı? Hökumət tərəfindən qorunan meşələr əlbəttə ki, yox. Turizm biznesi Meksikada yox. Kanada və ABŞ-də həşəratların həyatı yox. Və quşlar nə üçün cənuba uçur? Baxın, bu səbəb var. Amma quşlarda yox, kəpənəklərdə var. Əlbəttə ki, A-dır. Migration köç etməkdir. Xüsusi növ kəpənəyin köçündən danışır, monarx kəpənəklərindən. Onlar deyir ki, uzun yaşamır. Çünki deməli, onlar uzun məsafədən qaçınır, xeyr. Kanadada və ABŞ-dədir bütün qışqalar, əlbəttə ki, yox. Daha sonra onlar deyir, daha tez səyahət edir, yox. Meksikaya çatan kimi şimala qayıdırıq, əlbəttə ki, B idi. Baxın, burada var idi. 4 deyir, müxtəlif generasiyanın öz səyahətini tamamlamağa ehtiyacı var. Bəli. Required elə tələb olunmaqdır. Need də ehtiyacı var, tələb olunur. Bəli. Deyir ki, nə üçün keçmişdə bunların sayı azalmışdır? Decrease azalmaqdır. Çünki insanlar, bəli, onların yaşadığı ağacları dağıtmışdı. Gəlin baxaq 12-yə. Mətnə görə hansılar doğrudur? Əlbəttə ki, 2 variant seçmə, 2 cavab seçməliyik burada biz. Deməli, deyir ki, eyniləridir. Uçanlarla, cənuba uçanlarla şimala qayıdan eynidir. Eynidir. Nə demişdi? Are not the same. Deməli, bir olacaq false. Bizdən tutun istəyir. 2-yə baxaq. Hər deyir payızda evlərini tərk edirlər. 2 oldu true. 3-ə baxaq. Deyir ki, bu alimləri təəccübləndirdi ki, yeni kəpənəklər təcrübəsi olmamasına baxmayaraq, despite baxmayaraq tapırlar. Bəli, doğrudur. Deməli, indi gəlin baxaq 4-də. Deyir ki, monarxlar 4-də false-dur. Cavab oldu burada 2-3. Bir niyə səhv idi? Eyniləri deyil gedənlə qayıdan. 4 niyə səhvdir? Deyir, sizdə yaşaya bilmir, ona görə soyuqda qalmalıdır. Halbuki escape very cold winter ways deyir. Yəni soyuq havadan qaçmaq üçün soyuqda yaşaya bilmir. Hot yox, cold olardı. Gəlin baxaq 13 artıq qrammatikaya keçdik. Mərcun növə çevrilə bilməz. Mərcun növə hansı cümləyə çevrilə bilmir? Tamamlığı olmayan, yəni kimin nəyə sualına cavab verməyən sözlər. Tamamlıq olmayan. Deməli, gəlin baxaq. Tamamlıq da xəbərdən sonra gəlir. Rəssam portreti rəhlərdir. Tamamlığı var. Nəyi rəhlərdir? Bu da what sualı veririk də biz qısaca. Düzdürmü? Deməli, bu çevrilə bilər. Gəlin bir olanları çıxaq. Finally, the sun rose in the east. Ümumiyyətlə, rose feili heç vaxt məhcula keçmir. Bəli, rise qalxdı. Qalxmaqdır bu. Rose. Bir də rise. Rise, rose, reason. Bunlar məhcula keçmir. İkini götürdük. Biz deyir, maç, yəni yarış üçün stadiona getdik. Baxın, we mübtəda, subject. Went, verb, xəbər. Stadium, place, adverb, yəni məkan bildirən zərf. For the match, bu da səbəb bildirir. The ways explained the rule clearly. The teacher, sorry. Müəllim deyir, qaydanı aydın şəkildə izah etdi. Nəyi? Bu da yenə what sualına cavab verir. Ona görə də 4 də çevrilə bilər. Deməli, 1 də çevrilə bilər, amma 2-3 çevrilə bilməz. Bəli, 2-3 çevrilə bilməz. Gəlin, indi baxaq. Opposite nədir, əziz şagirdlər? Əks məna. Oxumaq, öyrənmək. Əlbəttə ki, bunlar əks məna deyil. Deməli, close, shut. Hər ikisi nədir? Bağlamaq. Bu nədir? Close meaning. Yəni, yaxın məna. Permit, allow, icazə vermək. İcazə vermək.
Run qaçmaq, jump tullamaq, əlbəttə ki find tapmaq. Cavab olacaq E variantı. Lose isə itirmək. Gəlin baxaq 15-ə. Deməli, our sözü sayıla bilən tək isimdir. Onun qarşısı artiklsız qalmaz və bu oxunur deməli our. Buna görə də biz bura nə qoymalıyıq? An. E-ni də çıxın, C-ni də çıxın. We must get to the post office in less than an hour. Yəni 1 saatdan deyir daha tez, 1 saatdan daha tez biz deməli post ofisinə çatmalıyıq. Get to the post office. Yəni xüsusi bir post ofisinə gedirik də. Biz hər hansı bir post ofisinə getmirik ki. Ona görə cavab olacaq D variantı. Gəlin baxaq 16-ya. Bizdən düzgün cümlələri seçməyimizi istəyir. One of, the number of, a number of. Mən bu haqda çox video paylaşmışam. Mark çox gərgin, səylə çalışan işçilərdən biridir. Markın xəbəri təkdədir. One of those employees. Mən demişdim, who nəylə uzlaşır? Özündən əvvəlkindən cəmdə. Bir düz. Bir olmayanları çıxın avtomatik. The number of cəmsim xəbəri təkdə olmalı. Increases. 2 yanlışdır. The pictures in this album. Cəmdə, look cəmdə. Əlbəttə ki düzdür. 4-də each of-un xəbəri tək. Elə bu haqda xüsusi mən paylaşım etmişəm. Each of-un xəbəri tək olmalıydı. Has yox. Have yox, has olmalıydı. Ona görə 4-də yanlış cavab oldu 1-3. Gəlin baxaq. Bu deməli maraqlı bir sualdır. Biz bilirik ki due to, about to nəyisə etmək üzrə olmaq deməkdir. Due to-nə dəqiq vaxt göstərir. Buna görə 2 olacaq C variantı. Elə cavab qalır A. Sara is just about to make an important announcement. Sara vacib bir elan etmək üzrədir. The meeting is due to start at 10 a.m. İclas görüş saat 10-da başlamaq üzrədir. My sister is able to finish the project on her own. Yəni tək başına özü artıq layihəni tamamlaya bilir. Able to isə nəyisə bacarmaq deməkdir. Çətin bir işin öhdəsindən gəlmək deməkdir. Deməli cavab elə A variantıdır. Asan sual idi. Gəlin baxaq. Deməli, biz burada baxırıq ki, isim var. Digər tərəfdə nə isim var? Və feildən əvvəl nə gəlir? Adlıq hal. Feil var burada. Adlıq. İsimdən əvvəl də yərlik. Amma aslı yərlik. Bu müstəqil yərlikdir. Bu da müstəqil yərlikdir. Bu da müstəqil yərlikdir. Gəlin baxaq indi digərinə. Bu da isimdən işlənməz. Bu da isimdən işlənməz. Səhv etmirəmsə Y qaldı. His mother baked his sister the cake she promised. She burada ananı əvəzləyir. Yəni ana özünün söz verdiyi hansı keksi, hansı tortu, özünün söz verdiyi tortu bacısına pişirdi. Bəli. Deməli, possessive case, yəni yərli halı biz burada tapmalıyıq. Baxırıq ki, izdən sonra ing var, cümlədə ikinci bir feil yoxdursa, bu yərli hal deyil. İsim gəlibdir, doğrudur. Feil var, əlbəttə ki olmaz. Artiklı var, apostrof s, yəni isim təkdədir. Doğru cavab deməli olacaq 2-4, elə A variantı. Digər tərəfdən biz baxırıq indi 20-yə. Biz görürük ki, burada if bağlayıcısı var. If bağlayıcısı olanda ya indiki sadə zaman, digər tərəfdə gələcək sadə zaman və yaxud da ki, bir tərəfdə keçmiş, digərində də keçmiş olur. Və burada biz baxırıq ki, usually var. Heç keçmişə getməyək. Usually indiki sadə zaman zərfidir. Ifdən sonra gələcək gəlməz. Deməli, ona görə bunları çıxırıq. Daha sonra biz baxırıq ki, deməli, indiki sadə zamanla keçmiş sadə zaman uzlaşmaz. Drove yenə keçmişdi, indiki ilə uzlaşmaz. Çünki drive feili qaydasızdır. Drive, drove, bir də droven olur. Ona görə də cavab oldu A variantı. Əgər sürücülər həmişə diqqətlə sürüsələr, onlar qəzalardan qaçınarlar, yəni uzaq olarlar. Hər iki tərəf indiki sadə zamanda oldu. İndiki gələcək yazım, amma indiki də ola bilər. İndiki də, yəni indiki sadə də olur. Ifin uzlaşması və yaxud keçmişlə də uzlaşa bilər. Deməli, gəldik hər iki cümlə üçün düzgün olanını seçin.
Gəlin baxaq. Biz gördük ki, money-də, cream-də sayılmayan sözlərdir. Few, a few, many sayıla bilən sözlərdə işlənir. Gəlin indi a little-dan little-a baxaq. A little-dan little arasında bir fərq oldu ki, görürsünüz, bax burada bir article, yəni bir rəqəm, daha doğrusu bir hərf çoxdur. A little birazdır. Little artıq lap azdır. Yəni yetərsizdir. Amma a little yetərlidir. Gəlin indi baxaq. Putting a little or little cream in the coffee makes it less bitter. Deyir ki, biraz yoxsa lap az krem qoymaq, qaymaq qoymaq, yəni kofeyə bunu daha az acı edir. Bir də deyirsən, mənə sabaha qədər biraz borc pul verə bilərsən. Görürsünüz, mən nə dedim? Biraz. Yəni yetərli. Ona görə cavab olur B variantı. Tərcümə ilə işləyirik. Yəni lap az pul istəməz də, biraz pul istəyər. Bir də biraz, yenə bir kifayət qədər qaymaq əlavə eləmək, əlbəttə ki, kofeni daha az acı edər. İndi gəlin digərlərinə baxaq. Deməli, komfort nədir? Komfort əlbəttə ki, rahat olmaqdır. Fizikən relax və məmnun olmaqdır. Bir olur B variantı. Luxury deməli, cah-cəlaldır. Vacib olmayan amma əyləncəli, yəni bahalı bir şeydir. 2C-dir. 3-də isə biz nədir? Pleasure, amusement, entertainment, elə sinonimlərdir. Əyləncə, yəni elə bir şey ki, zövq verir, əyləncə verir. Cavab olur B, C, A. Yəni C variantı. Gəlin baxaq digərinə. While varsa artkən ərkən deməkdir. Hər iki tərəf 90% past continuous-da olacaq. Elə hər ikisi üçüncü şəxsin təkindədir deyə was ing-dir. Tom qabları yuyarkən Mary də döşəməni süpürürdü. Digərləri niyə olmaz? İndiki davam edici, indiki sadə zaman uzlaşmır. Elə burada da. Burada Mary'dən was yox. Daha doğrusu were yox. Elə was olur. Üçüncü şəxsin təkidir. Keçmiş sadə, yəni indiki bitmiş ancaq since-də uzlaşır. Başqa cür yolu yoxdur. Mənim deyir kuzen, yəni xalam, bibim, dayım, əmim uşağı və yaxud da hər hansı biri artıq biletləri alıbdır. Gəlin baxaq. Biz görürük ki, təsdiq cümləsi bu qısa cavablardır. Təsdiq cümləsində biz so do I ifadəsindən istifadə edirik. Burada isə baxdıq ki, indiki bitmişdir. İndiki bitmişin sualı, inkarı düzəlt elə həzin özündən. Burada friends cəmdədir deyə biz həz yox, have qoyacağıq. Yəni köməkçi feilimiz sualda, inkarda have həzdir deyə didə ehtiyac yoxdur. To da təsdiqdə işlər əlbəttə ki, doğrudur. Yəni cavab olacaq 2-4 B variantı. I can't move this box because qaldıra bilmirəm. Çünki necədir? Çox ağırdır. 7-ci sinif qaydasıdır. Gəlin baxaq. Very heavy. Verydən sonra adi dərəcə bəli doğrudur. Daha sonra gəlin nəzər yetirək ki, enough sifətdən sonra gəlməli idi. Olmaz. Bəli, heavy enough olar. Bir də to sifətdən əvvəl gəlir. Ona görə to enough, to lift. Yəni doğru cavab olacaq bizdə 1, 2, 5. İndi isə gəlin essay-yə nəzər yetirək. Deməli, yaza bilərik ki, it was a sunny day. Günəşli bir gün idi. It was a sunny day. Misal üçün, Jake was picking up. Deyək ki, buna nə deyək biz? Ağacdan nələri yığır? Yemək bişirirlər də. Haradasa pomidor deyə bilərik. Okay. Was picking up ilə yığmaqdır. Was picking up tomatoes in his garden. Then he washed, yəni yudu. Washed them. Jake cut, deməli, burada sarımsağı oxşuyur. Some garlic, yəni sarımsaq doğradı and tomatoes da yaza bilərik. Then ya da after that yazaq, yəni ki, dənizən yazmayaq. Then he helped his wife to make a dish. Yemək bişirmək üçün əslində to make meal yazaq. Gəlin bir dəqiqə, sorry.
Gəlin sözlərə baxaq. 1, 2, 3, 4, 5, 6. Çünki ən az 35 söz yazmalıyıq. 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32. Bəli. The meal was ready. After a few minutes. They ate it together. Və sonunda da yaza bilərik ki, they were happy. Bu qədər sadə. Digər siniflər üçün də birazdan sınaqlarda bölüşəcəm. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda görüşənədək sağ olun.